Son dünya çempionu olan Argentina, Braziliya millisindən sonra titulu qoruyan ilk milli komanda ola biləcəkmi? Siz kanalımıza abunə olun. Biz isə Scaloni'nin yaratmaqda davam etdiyi bu fantastik milli haqqında biraz danışaq. 2022-ci il Lionel Messi'nin fantastik turniri oldu. Lionel Messi nəhayət ki ikinci finalından dünya çempionu olmağı bacardı. Əslində bir tərəfdən baxdığımızda Argentina, belə deyək, İngilizcə buna generational deyirlər. Yəni nəsli bir nəsildə, bir dinastiyada qarşısına qoyduğu məqsədə nail oldu. Xatırlayırsınızsa 1900, əlbəttə bizim çoxumuz xatırlamır, sadəcə olaraq statistik olaraq 1986-cı ildə də Diego Armando Maradona, başqa Argentina əfsanəsi də dünya çempionu olmuşdu. Lakin Messi'nin komandası dünya çempionu olandan bu yana milli komanda kimi daha da inkişaf edib və daha da güclü olub. Belə ki, öz zonasındakı turniri Argentina millisi çox rahatlıqla 12 qələbə, 2 keçişə 4 məğlubiyyətlə qazanıb. Bir faktı sadəcə deyək ki, ikinci yerdə gedən Ekvadordan Argentina millisi 9 xal aralanıb. Nəzərə alırıq ki, Cənubi Amerikada milli komandalar arasındakı seçmə mərhələ həddindən artıq amansız mübarizəli olur. O yüzden çoxlu heçəkələr, bərabər oyunlar olur və məsələn turnir cədvəlinə baxdığımızda ikinci yerdən aşağı görürük ki, nə qədər komandalar arasında az məsafə var. Bu aspektdən Scaloni həddindən artıq asan şəkildə qrupunu utdu deyə bilərik. Üstəlik bu dünya çempionluğu ilə yanaşı Argentina Scaloni rəhbərliyi altında 2 dəfə Copa Amerika'da qazanıb. Yəni milli komanda öz formasının pikindədir. 2022-ci ildən sonra nə dəyişdi? Lionel Messi öz yaşına görə daima milli komandaya çağırılmırdı. Yəni bunlar da yəqin ki, hamısı hesablanmış bir gedişlər idi. Amma Messisiz belə Argentina Messi ilə olduğu qədər effektiv oynayır və sadəcə olaraq Messi'nin yerinə hansı bir oyuncu girib onu əvəz etmir. Yəni Scaloni hardasa bir sistemin içində 2 möhtəşəm sistem yaradıb. Əbəs yerə deyil ki, Scaloni milli komandaya 2018-ci ildən gəldikdən bu yana 92 maç keçirib və adamın xal ortalaması 2.4'dür. Yəni bu da 3 xaldan 2.4 arasında 80%'lik göstəricidir. Odur ki, bizim gözləntimiz ondan ibarətdir ki, Argentina millisi bu turnirdə də həddindən artıq effektiv və güclü olacaq. Argentina millisi adətən 4-2-3-1 və ya 4-3-3 taktikasının variasiyası ilə oynayır. Komandanın ən əsası əlbəttə ki, özülü etibarlı arxa xəttdir və İrəlidə də bir qədər Messi'nin möcüzəsi və bir qədər ümumiyyətlə improvizasiyaya yer ayrılır. Qapıda Aston Villa'dan da yaxşı tanıdığımız Emiliano Martinez olacaq. Martinez çox effektiv penalti qapıcısıdır. Rəqibi balansdan çıxarmaqda, provokasiya etməkdə çox mükəmməldir. Yaxşı shot stopperdir, amma eyni zamanda həddindən çox qeyri-sabitdir. Emiliano Martinez son 2 mövsümdə Aston Villa'da qola aparan 8 kobud səhv edib. Hardasa bu əfsanəvi Andre Onana'nın göstəricisinin həndəvərindədir. Yəni Martinezdən inanılmaz səhvlər olur. Müdafiə mərkəzində Argentina millisinin çoxlu seçimi olacaq. Bir tərəfdən Otamendi var, digər tərəfdən Romero. Tottenham Hotspur'dan əgər öz zədəsini tam sağalsa gələ bilər və Manchester United'dən Lisandro Martinez var. Martinezin çox yaxşı uzun pasları var. Yəni Martinezin özəlliyi ondan ibarətdir ki, o sol cinah müdafiədən başlayaraq xətt kəsici pasları mükəmməl şəkildə yerinə yetirə bilir. Sağda çox aqressiv Molina olduğu təqdirdə solda bir qədər balanslaşdırıcı Tagliafico var və Argentinanın həddindən artıq özül, sütun olduğu mövqe orta sahəsidir. Burada Portuqaliya millisi kimi belə baş gücəlləndirici olmasa da kifayət qədər elitar bir orta sahə var. Misal üçün dayaq yarımdayıcı double pivot mövqeyində çox güman ki Alexis McAllisterlə Rodrigo De Paul, hansı ki Lionel Messi'nin şəxsi bodyguardıdır, şəxsi mühafizəçisidir, dırnaq içində o olacaq. Onların üstündə Enzo Fernandez oynaya bilir. Bu halda Argentina millisində Enzo Fernandez hardasa 8-10 nömrə funksiyasını yerinə yetirə bilir. Cərimə meydançasına ikinci dalğadan girə bilir. İtalyan seriyasının ən yaxşı oyuncusu olan Lautaro Martinez hücumun sivri ucundadır və universal bir futbolçu olan Julian Alvarez isə sol cinahdan başlayaraq cərimə meydançasına girəcək. Sağ əlbəttə ki nominal olaraq Lionel Messi'yə tapşırılıb, amma bildiyimiz kimi bütün orta saha və hücum Lionel Messi'yə uyğunlaşacaq. Bizim gözləntimiz ondan ibarətdir ki, Argentina millisinin bu turnirdə uzağa getməsi üçün həm Messi, həm də ki heyətinin də bir qədər yaşının yuxarı olduğunu nəzərə alaraq Scaloni'nin heyətlə necə davranması, bütün turnir boyu strateji planlaması çox vacib rol oynayacaq. Çünki əgər
əgər Scaloni planlamasını düzgün qurarsa, o zaman Argentina millisi, məsələn, xüsusilə də top oyunçuları, hansılar ki, yaşlıdırlar, onlar play-offdan daha çox oynamağa başlayarlar ki, Argentina millisinin bir növ güc balansı düzgün yerində olsun. Yoxsa əks halda bu uzun turnirdə aradakı maksimum milli komanda 7 yox 8 oyun keçirəcək. Argentina millisinin bir qədər yorulması ola bilər və əgər sabah qabağında 3 heyətə malik olan Fransa və İspaniya millisi çıxarsa, bu Argentina millisinə çox ciddi baş ağrısı yarada bilər. Əziz Messi fanatları, belə deyək, sizin fikrinizcə Argentina millisi dünya çempionu titulunu qoruya biləcək, yoxsa ən azı siz milli komandanı yarım finalda gözləyirsiniz? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun və bizə bildirin ki, biz də Argentina növbəti oyunlarını işıqlandıraq.